Hər şeyə salam. Mən Rauf Aşir, sizi Astrid Pro kanalına görməyə çox şadam. Bugünkü mövzumuz çox qısa olacaq. Mən sizə bar və şam indikatorları haqqında məlumat verəcəm. Ümumiyyətlə, barla şamların 4 dənə göstəriciləri var. Onlardan biri open price açılış qiymətidir, high'dır, bu maksimum qiymətdir, low'dur, bu minimum qiymətdir, close price və bir də balanş qiyməti. Hər bir şamın ya barın üzərindən gətirəndə bu məlumatlar aşağıda əks olunur. Həmçinin hər bir birjada, istər Forex-də, istər Binance-da, istər səhmlərdə və ya digər əmtia bazarlarında, Nektaqılda, bu göstəricilər hər zaman vardır. Gördüyünüz kimi bu Binance qrafikidir, daha doğrusu Bitcoin qrafikidir, Binance birjasıdır. Burada həmən göstəricilər burada qeyd olunub. Açılış qiymətidir, aktivite maksimum qiyməti high'dır, minimum qiyməti low'dur, bir də aktivite bağlanış qiymətidir, close. Ümumiyyətlə, mən sizə verdiyim bütün məlumatlar hər bir birjada keçərlidir. İstər trend olsun, istər zona olsun, istər time framer olsun, istər yəni bu şar və bar indikatorların göstəriciləri olsun. Bu dəyişməzdir. Bu hər zaman hər yerdə eynidir. Gördüyünüz kimi, bu göstəricilər çox önəmli göstəricilərdir. Çünki gələcəkdə analiz verdikdə siz bu göstəricilərdən hökmən qaydada istifadə etməyi bacarmalısınız. Proqnoz verəndə, ssenari quranda siz bu 4 dənə əsas göstəricidən istifadə eləməlisiniz. Bugünkü mövzumuz bu qədər idi. Çox qısa bir mövzu oldu, amma yenə bunu sizə çatdırmalıydım.